Maksimada isə bu çox nadir hallarda baş verir. Çünki maksimada ağacın köklənməsi küləyə görə, budamaya görə, torpaq strukturuna görə müxtəliflik göstərir, kök quruluşu. Yəni torpağına görə maksima heç bir halda bir maksima bu bağın maksima kök quruluşu ilə digər bağın maksima kök quruluşu üst-üstə düşmür. Çünki torpağa görə, hər şeyə görə orada dəyişmələr, müxtəliflik qoyur ortaya. Və bir neçə mil köklə yerə möhkəmlənir maksima. Bu da onun qida maddələrini almaqda, xüsusilə də minus 30 santimetrdə olan kalium, kalsium, magnezium elementlərinin mənimsənilməsində kömək olur. Yəni 30-60-da, 30-90-cı məsafədə qida elementlərinin, katyonların mənimsənilməsində həmin kök sistemi kömək olur maksimaya. Və maksimanı elə güclü eləyən də yəni, konkret bu xüsusiyyətlərdir. Çünki natrium 30-dan aşağıda az olur. Əsasən səthdə natrium toplanır. Çünki natrium əsasən evapotranspirasiya xətti ilə torpaq səthinə difuziya olur və difuziya olduqca da 0,30-da həmişə kalsium, kalium, magneziuma mane olacaq bir faktor sayılır. SAR buna görə hesablanır əsas. Və eyni zamanda da səthdə hidrokarbonat anyonları da bir növ natriumu, kaliumu və kalsiumu katyon formasında səthə dartır. Bu balanslaşmanın tələbi olan iyonların yer dəyişməsi yekunda da hidrokarbonatlarla kalsium karbonat, kalium karbonat, magnezium karbonat, natrium karbonat çöküntüləri yaradır. Bütün bunlardan, yəni bütün bunlardan ayrılan hidrogen iyonları torpaqda pH aşağı salır. Yuxarıda saydıqlarım əsasən 7,5, 8,5 arasında pH-larda daha sürətli gedir və optimal sulama fosfor və sulfatlarla ümumi mühitin anion-katyon dəyişməsindən tutmuş pH-ın aşağı salınmasına qədər bütün rizosferin optimallaşdırılmasında rol alır. Burada 15% sulfatların üstünə 80-85% isə fosfat anionlarının rizosferin balanslaşmasına xidmət edir. Yəni fosfora bitkidə ehtiyac olmasa belə torpaqda xüsusilə yay aylarında pH-ın 8-lərə qalxdığı vaxtlarda fosfatların olması çox önəmlidir. Çünki ümumi reaksiyalar üçün gərəklidir. Gəldik avqust ayına. Əgər avqust ayına ona görə yəni mən tövsiyə edirəm ki, amafos gübrəsini normadan biraz artıq verin. Heç normasını verən belə yoxdur. Gələk avqust ayına. Əgər avqust ayına qədər bitkidə onlarla çəkilişlərim var, paylaşmışam. Yəni o paylaşdıqlarımda elədiyim tövsiyədəki kimi bitki qidası təmin edilərsə, yəni ötən ilin avqust ayında amafos gübrəsi normasında təmin edilərsə və yenə də qeyd edirəm, qardaşımızın da qeyd elədiyi kimi ümumi çəkilişində əsas gətirdiyi bütün problemlərin həllində yeganə açar fosforun torpaqda var olması və torpaqdakı problemləri və bitkidəki var olması isə bitkidəki yəni bitkinin daha enerjik olmasına şərait yaradır. Yəni bitkidəki saralmalardır filan bütün çatışmamazlıqların hamısının başında fosforun torpaqda yetərincə olmamasından qaynaqlanır. Yəni bir dənə fosforla o video çəkilişdə görsənən bütün problemlərin aradan qalxması mümkün idi. Yetərincə fosfor verilsəydi. Suda var orada söz yox, amma fosfor daha vacibdir. Fosfor o bağda görsənən çatışmazlıqların içində sudan belə önəmli idi. Saralmalar adətən iç yarpaqlarda başlaması da fosfor və su əksikliyinin əlamətidir. Əgər su yetərincə verilərsə, avqustda suyun kəsilməsi ilə növbəti ilin generativ planı da optimal həyata keçirilə bilər. Yox, əgər ağac avqustda artıq o görsənən kimi saralmış girirsə, növbəti ilin problemlərini artıq bu ildən qəbul etmək lazımdır. Yəni növbəti il çiçək tutumu, məhsul tutumu və s. və ilaxır problemlər artıq yəni bu ildən qəbul eləmək lazımdır. Suyunu kəsməmək, yəni bugün üçün o bağın suyunu avqustda indi kəsmək qərarı veriblər ki, az su verilsin, yəni bu deyil, çıxış yolu. Əslində o bağın suyunu kəsməmək və normadan daha çox amafos verməklə növbəti ili qismən sığortalamaq olar. Yoxsa növbəti il üçün problemlər artıq göz qabağında. Yəni görünən bağda çəkilişdə açıq aydın deyilir. Problem nədir və qonşu tərəfindən həll edilib əslində. Yəni o problemin cavabı üçün o boyda çəkilişə ehtiyac yox idi. Problem budur, bunun da cavabı budur. Qonşu verib cavabı özdə. Yəni çox bəsit bir şəkildə sualın cavabı verilmişdir. Yəni sulamanın anormallığı. Amma yenə də sulamanın düzgün intervalda tövsiyə edilməməsi ola bilsin ki, o bağda işə yaraya bilər. Görünən odur ki, yaramayıb, söz yox. Amma bu tövsiyəni bütün bağlara şamil etmək, doğru yanaşma, qəbul etmək olmaz. Çəkilişimiz sırf bu məqsədlə elədim ki, yəni bu tövsiyə bütün bağlara edilməsin. Torpağın strukturu və gizella və ya maksima və digər calaq altının kök xüsusiyyətləri bircə diqqətə alınmalıdır.
Damlamanın yerləşməsi də calaqaltılara görə təyin edilməli. Məsələn, Gizelladsa damlama uzaq düşürsə, köklər məcbur uzanmalıdır. Bu isə Gizellanın biologiyasını korlayır. Kök uzanırsa, kök üstçüyü strukturunu dəyişir və ksilemin qidalanması, yəni bitkinin əsas və intensiv qidalandırıcı kanalları suyu daha zəif alır. Amma köklər kiçik qalırsa, bu zaman bu hibridin əslində bu bir hibridin ən üstün xüsusiyyətlərindən biridir. Bu zaman köklərin çoxluğu elə birinci il artıq sabit ölçüsünü alır və kök üstçüklərinin də yenilənməsinə ehtiyac qalmadığı üçün, yəni kök inkişafı yox və ya zəifdirsə, kök üstçüyü də artıq yenilənmir və açıq kanala çevrilir. Açıq kanala və yaxud yarım açıq kanala çevrilməsi ksilemi birbaşa qidalandırır. Nəticədə bütün bunlara görə biz Gizellada həmin o əldə etdiyimiz intensivliyi görürük. Maksimada isə kök gövdə münasibətləri bərabər inkişaf etdiyi üçün biraz gecikmiş oluruq və bu gecikmədən də daha sağlam bağ əldə edirik. Calaqaltıların xüsusiyyətlərinə görə həm qida verilməsi düzgün diqqətə alınmalıdır. Maksimasiyon torpaq strukturunda qumluq çoxdursa, kalium, kalsium gübrələməsi də o qədər diqqətə almağa dəyməz. Yəni qumlu torpaqlarda. Əsas suyuna diqqətli olmaq kifayət edir. Gizellada isə mütləq kalsium gübrələməsi, kalium gübrələməsi verilməlidir, maqnezium gübrələməsi verilməlidir. Çünki nə qədər optimal su verilsin, rizosferin əhatəsi daha kiçik olduğu üçün, yəni o kök mühiti daha kiçik ərazi olduğu üçün, bayaqdan saydığım bütün işlərin hamısı o balaca bir yerdə həyata keçməlidir. Və yuxarıdakı problemlərdən başqa, yəni ay nə bilim bu reaksiya belə getdi, o belə getdi, bu ayrı. Bir də ümumi işlərin sayının çoxluğu, işlərin konsentrasiyası ciddi həddə olur, balaca bir yerdə. Ona görə də tansiyonu düşürtmək üçün Gizellaya natrium problemi olan torpaqlarda xüsusilə dolomit vermək məsləhətdir. Yəni demək istədiyim, məsləhət verəndə hökmən deyil də, yəni hər mövzuda biz məsləhət verək. Yəni bilmədiyimiz mövzularda hamı həssasdır. Bu günləri heç kim nə eləyəcəyini bilmir. Hamı bir cümlə eşidən kimi hamı istəyib tətbiq eləsin. O sizin bağa aid deyil. O sizin bağa uyğundurmu, uyğun deyildimi? Bunu düşünən yoxdur. Yəni mənim bağımda da saralma var. Hə, nə elədilər, mən də ondan eləyim. Mənim bağım, yəni bu bağla bir 200 metr aralı bir bağın problemi ilə bu bağın probleminin arasında nə qədər bir-birindən fərqli tədbirlər planı var. Yəni demək istədiyim, bu analizi elətdirirsiniz, bunu analizdən düzgün yaralanmaq lazımdır. Mən əlimdən gəldiyi qədər analizdən necə davranmaq lazım olduğunu bölüşürəm, paylaşıram analizin. Başqa çəkilişlərimdə də analizi necə istifadə etmək lazımdır, analizdən nə kimi istifadə etmək lazımdır, hansı punkt bizə nə izah eləyir. Və xüsusilə qeyd eləmək istəyirəm ki, yəni mən dediyim kimi, yenə bu çəkilişi eləməkdə məqsədim əsasən sulama çatışmazlığıdır. Yəni bu çəkilişdə mən yenə də izah edirəm ki, su bağın gübrələməsindən, budamasından, hər bir işindən ən önəmlisidir. Hər bir işindən ən önəmlisidir. Yəni optimal sulama nə çox verilməlidir, nə az. Çoxluq da problemdir, azlıq da problemdir. Sulamanı düzgün idarə elədinizsə bağda heç bir gübrə verməsəniz belə, bağın problemləri 70-80%. Bəzən elə bağlar olur, yaxşı minerallı torpaqlarda 100%-ə qədər problemləri həll olmuş olur. Yəni bunları diqqətə alın, mütləq şəkildə. Yəni akademik yanaşın bağlara. Bu qədər. Təşəkkür edirəm.